Doktor, botal axacaq kateter üsulu ilə necə bağlanır? Çox asan, çox gözəl, çox keyfiyyətli bağlanır. Təbii ki, təcrübəli insanın əllərində. Yəni, botal axacaq 5 növü var. O da anada gəmirə qüsurlardan birisidir. Artıq dünyada 35-40 ildir ki, botal axacağın cərrahisi yoxdur. Onun təkcə müalicə növü invaziv usulyadır. Quruluşundan, yapısından, anatomiyasından asılı olmayaraq, botal axacaq invaziv usulla bağlanır. Ya bud venasından girib bağlayırıq, ya bud arteriyasından girib bağlayırıq. Hər halükarda, yəni körpə uşaqlarda, küvezdə daxil olan uşaqlarda, 2 kiloluq olan uşaqlarda da lazımlı halda botal axacaq hər yola bağlanılır. Artıq bu rutinə oturmuş dünyada invaziv uşaq kardiologiyanın bir parçasından birisidir. Botal axacağı varsa, bu sualın bir keywordu, yəni açar sözü odur ki, invaziv usulla bağlanan bir müdaxilədir. Məlumatları da olsunlar hər kəsin. Bu tür videoları izləmək istəyir dəyərli izləyicilər. Xahiş edirəm kanalımıza, səhifəmizə abunə olun. Şərh bölümünə ancaq məntiqli sualları vermənizi xahiş olunur. Hörmətlə Nurimanov.